Deməli, bizim Roman müəllimi bu dərs xüsusilə bu tələbələrin hər dəfə olanlar burada yeni bir şey olmalıdır. Hər dəfə gəndə fərqli bir şey öyrənir. Bu nədir? Top stick, top bir nədir bilmirəm. Nədir bu zararlı? Mənasını deyim. Nədir? Demək Baş ayak bilmirəm. demək. Nə? Baş ayak. Top stick, torbi, baş ayak deməkdir. Məsələn, cümlə görün. Onun üçün mən də çox Cümlədə işləməsini öyrənmirsən. yeni söz öyrənmişəm. Cümlədə öyrənmişəm. Hər öyrəndiyin sözə Məsələn, deyə bilərəm ki, Aha. I topsy-turvy my homework. Məsələn, become homework. Belə deyə bilərəm, bütün işlərim baş ayak oldu. Böyle işler biraz zaten. Necə işlərim? Bəs siz deyin. O bakımlarımızda işler bu değil. Topsy turvy. Ha, bu U olmalı. Turvy. Turvy. Bu da U. Turvy. Ha, topsy turvy. Okay. Diye çaşbaş qalmaq deməkdir. Confused. Yaxşı təşkil olunmamış. Lazımsız şeylərə fikir verən. The government's topsy-turvy priorities mean that spending on education remains low. Yəni hökumətin bu çaşbaş öhdəlikləri, öncəlikləri o deməkdir ki, təhsilə olan xərclər hələ aşağı qalacaq. Yəni düzgün təşkil olunmamış deməkdir. Onun sürüm boş deyil. Düzgün təşkil olunmamış deməkdir. Sürüm getsə, Yaşlı olmamış. Bəli, baş ayak dayanır. bəli, kəlmələr təşkil olunur, yola verdi təşkil olunur. O məna. Mən cümlədə harda işləndi? Əcəkdir. Deməli, tələbənin yeni söz öyrənməyi bəs deyil. O sözü işlətmək üçün yenə də müəllimə ehtiyac olur bir şeylər. Düzdürmü? Roman. Tamam. Mən nə öyrədirəm?